Bu tip videoları qaçırmamaq üçün kanalımıza abunə olun. Salam hər kəs, bugün sizə bürclər dünyasından qısa amma maraqlı məlumatlar təqdim edəcəyəm. Xüsusilə bir bürcü dolçanı ön plana çıxaracaq. Hazırsınızsa başlayaq. Astrologiya əsrlərdir insanların diqqətini çəkən mövzulardan biridir. Bürclər isə insan xarakterinin, düşüncə tərzinin və həyat yanaşmasının simvolik ifadəsi kimi qəbul olunur. Hər bürcün özünə məxsus xüsusiyyətləri var və bu xüsusiyyətlər insanın davranışlarına müəyyən qədər təsir edə bilir. İlk olaraq gəlin Dolça bürcündən danışaq. Dolça bürcü adətən yenilikçi, azad ruhlu və fərqli düşünən insanlarla əlaqələndirilir. Bu bürc altında doğulan insanlar çox vaxt cəmiyyətin qaydalarından kənara çıxmağı sevir və öz yollarını seçirlər. Onlar yaradıcı ideyaları ilə seçilir. Texnologiyaya və gələcəyə meyilli olurlar. Dolçalar üçün azadlıq çox vacibdir, həm düşüncədə, həm də həyatda. Onlar dostluğa böyük önəm verir və sosial çevrələrdə aktiv olurlar. İndi isə qısa şəkildə digər bəzi bürclərə nəzər salaq. Oç bürcü enerjili və lider ruhlu hesab olunur. Onlar tez qərar verən və risk almaqdan çəkinməyən insanlardır. Hərəkətli həyat tərzini sevirlər. Boğa bürcü isə sabitliyi və rahatlığı sevərlərdəndir. Onlar səbirli, etibarlı və maddi dəyərlərə önəm verən insanlardır. Həyatda güvən hissi onlar üçün çox vacibdir. İkizlər bürcü ünsiyyətçil və maraq dolu olur. Onlar tez-tez yeni məlumatlar öyrənmək istəyir və sosial mühitdə aktiv olurlar. Dəyişkən xarakterləri ilə tanınırlar. Çir bürcü diqqət mərkəzində olmağı sevir. Onlar özünə güvənən, səxavətli və liderlik qabiliyyəti olan insanlardır. Həyatda parlaq olmaq onların əsas xüsusiyyətlərindəndir. Qız bürcü isə detalcı və nizamlıdır. Onlar hər şeyi planlı şəkildə etməyi sevir və məsuliyyətli davranışları ilə seçilirlər. Amma bütün bu bürclər arasında Dolça xüsusi seçilir. Çünki onlar gələcəyin insanları kimi qəbul olunur. Onlar fərqli düşünür, yeni ideyalar yaradır və bəzən zamanından qabaqda yaşayırlar. Əgər həyatınızda bir Dolça varsa, bilin ki, o insan sizə həmişə yeni baxış bucağı qazandıra bilər. Sonda isə unutmayaq ki, bürclər sadəcə ümumi xüsusiyyətləri ifadə edir. Hər insan fərqlidir və onu xüsusi edən yalnız doğulduğu bürc deyil, həm də həyat təcrübələri və seçimləridir. Əgər bu cür maraqlı mövzular xoşunuza gəlirsə, videonu bəyənməyi və paylaşmağı unutmayın. Növbəti maraqlı mövzularda görüşmək ümidi ilə